Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Bu günlərim mən çox dadlı bilincik resepti sizlərlə paylaşıram. Bilincik üçün bizə lazımdır çəkilmiş ət. Əti qazanın içərisinə əlavə edib üzərindən su töküb qoyuram pişməsi üçün. 3 ədəd soğanı xırda şəkildə doğrayıram. Doğradığım soğanı ətin üzərindən əlavə edib qarışdırıram. Ət pişdikdən sonra ətin üzərindən bitki yağı əlavə edirəm. Daha sonra duz, üstü qırmızı şirin biber əlavə edib qarışdırıram. Qovurduğum ətin üzərindən xırda doğradığım kişnişi əlavə edirəm. İçliyimiz artıq hazırdır. Qoyuram kənarda soğuması üçün. Bilincikin hamuru üçün bizə lazımdır 2 stəkan un, 1 çay qaşığı duz, 1 xörək qaşığı şəkər tozu. 2 stəkan süddən istifadə etdim. Südü az-az əlavə edərək qarışdırırıq. Südlə unu yaxşı qarışdırıb açdıqdan sonra üzərindən yarım stəkan su əlavə edirəm. Bilincik üçün 2 ədəd yumurta götürmüşəm. Yumurtanı qabın içərisinə sındırıram. Yumurtanı çəngəllə yaxşıca qarışdırıb bilinciyin hamurunun üzərindən əlavə edirəm. Hazırladığım hamurdan bir çömçə tabağın içərisinə əlavə edib hər tərəfinə gələcək şəkildə yayıram. Hazırladığım bilincikin üzərinə bir xörək qaşığı içlikdən əlavə edib bükürəm. Videomu buradan izlədinizsə kanalıma abunə olub videolarımı like etməyi unutmayın. Yeni videolarımda görüşmək ümidi ilə Allah'a emanet olun.